Biz bəndə olaraq ilindən, ayından, həftəsindən, günündən, saatından asılı olmayaraq Rəbbimizə müti olmalıyıq, onun itaətində olmalıyıq. Amma nə edək ki, aman bu nəfsin əlindən. Başımıza hər nə gəlir, bu nəfsdən gəlir. Amma bu mübarək ayda Allah sanki bizə möhlət verir, fürsət verir. Peyğəmbər sallallahu Şəbaniyyə duasında buyurur ki, duaukum fihi müstəcab. Bu ay elə bir aydır ki, bu ayda sizin dualarınız şəksiz, şübhəsiz qəbuldur. Müstəcab dualar onu duaya deyirlər ki, artıq qəbuldur, keçərlidir. Bu demək deyil ki, digər aylarda biz dua etsək keçərli deyil. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Ud'uni, mənim bəndəm. Məndən istə. Dua elə. Fə inni mucibun dəvətə da'i. Məni çağıranın mən duasını, çağırışın cavabsız qoymaram. Onu cavablandıraram. Ənə nəhnu aqrabu ileykum min hablil varid. Biz sizin şah damarınızdan yaxınıq. Elə bir Allah ki, buyurur ki, İnnallaha ya'lemu ma tuxfis sudur. Qəlbinizdən keçən, dilə gətirmək yox ha. Qəlbimizdən keçənlərdən əgər o xəbərdardırsa, bu ayda özü bizi dəvət eləyibsə və özü bizi çağırıbsa, yəni və bu ayda bizi bağışlaması üçün möhlətlər və fürsətlər veribsə, biz mütləq şəkildə gərək bundan faydalanaq.